Bazarlarda qiymətlər, necə deyərlər, od tutub yanır. Bəzi tərəvəzlərin qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə kəskin bahalaşıb. Məsələn, lobyanın qiyməti ətin qiyməti ilə demək olar ki, eynidir. Kim lobya yer, hamı ətə qaçar. Qəribədir. Qiymətlərin belə baha olması nə ilə izah edilir? İndidən sonra necə olacaq? Sıradakı sujetimiz bu mövzuna əhatə edir. İzləyək. Paytaxt bazarlarında bəzi tərəvəzlərin qiymətində ötən illə müqayisədə kəskin artım müşahidə olunur. Günlərdir ki, pomidor xiyarın qiyməti ilə dəyişməz olaraq qalır. Növündən asılı olaraq pomidorun qiymətləri 3 manatdan 20 manatədək, xiyarın qiymətləri isə 1 manat 50 qəpikdən 4 manatədək dəyişir. Suya görə əkmirlər, su vermirlər, ona görə də əkmirlər, su çatdıra bilmirlər. Ona görə azdır, bu illəri biraz düzdür, bahadır. 1-2 manat fərq eləyir keçəlinkilə nisbətən. Almaq olmur. Məsələn, indi bazarda yerli şaftalının 1 kiloqramı 50 manata təklif olunur və bu sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Satıcılar meyvə tərəvəzin qiymətinin baha olmasını müxtəlif amillərlə izah edirlər. Onların sözlərinə görə indi qiymətlər əsasən məhsulun sortuna görə dəyişir. Özbək sort pomidorda qışda qalxmışdı 20 manata. İndi hal-hazırda düşüb elə 10 manata. Belə ancaq qazaq pomidorlarımız var. Hal-hazırda qiyməti yeni olub 4 manat. Xiyar satıram 6 manata, pervisort. İftaro xiyarlar 2 manata, 2 manat 50 qəpiyə. Lobiya hal-hazırda 13 manat. Yerpənək var, şəmkir malıdır. Bunlar yəni 1 manat 50 qəpikdən başlayır ta 3 manata kimi. Keyfiyyətinə görə dəyişir də qiymətlər. Zirə şumallardakı həmçinin 2 manatdan başlayır, 5 manata kimi, 6 manat. Pomidorlar da həmçinin məsələn 4 manata var, 5-ə var. Sonra məsələn qazaq sortu deyilən var. Bugünkü gündə mənə tələbat var bu mala, dadlı maldır. 4 manat, 6 manat arası dəyişir qiymətlər. İqtisadçı ekspertlər hesab edir ki, tərəvəzlərin bahalaşmasına səbəb ötən ilə nisbətən istehsalçıların xərclərinin artmasıdır. Digər səbəblərdən biri kimi ödənişlərin qeyri-nəqdi üsulla edilməsi və bununla əlaqədar vergi komissiya xərclərinin çox olması göstərilir. Ötən ilin ikinci yarısından dizel yanacağının, benzinin qiyməti qalxıb, bu pomidorun daşınması və saxlanması xərclərini artırıb. Bu ilin yanvar ayından etibarən isə işığın, qazın qiymətini artırıb. Bu isə pomidorun yetişdirilməsi ilə əlaqədar, eyni zamanda saxlanması ilə əlaqədar xərcləri artırıb. Panik şəraitində yetişdirilən pomidor əsas xərc elementi enerji xərcləridir. Ekspert hesab edir ki, qiymətlərin baha olması bir sıra məhsulların ixracı ilə bağlıdır. İxrac artanda bazardakı qiymətlər də yüksəlir. Həmçinin nəzərə alsaq ki, bahalaşma hazırda mövsümü olmayan tərəvəzlərdə özünü göstərir. Bu da onu deməyə əsas verir ki, açıq tarladan yığılan yerli məhsul bazara çıxarıldıqda qiymətlərin azalması müşahidə oluna bilər. Sənan Bəhrəmli, Nurlan Şiraliyev, Ramin İsmailov, ATV Xəbər.